Bildiyiniz kimi verilişimiz İmam Hüseyn əleyhissalamın əziz və dəyərli balaları ilə birlikdə İmam Hüseyn əleyhissalamın mesajları haqqındadır. Gözəl dost mövzusudur. Dostumuz pis olsa, biz də pis olarıq, pis oluruq. Deməli, dost seçəndə nə etməliyik? Gözəl dost seçməliyik ki, Allah o dostu xoşlayır. Ey bütün aləmə sərvər Əli, məhrəm-i sirri peyğəmbər Əli. Dostumuzda hansı xüsusiyyət olsa yaxşı olar? Bəli, yəni dostumuz yalancı olmasın. Biz nəyə görə bugün Fələstin uşaqlarını müdafiə edirik? Çünki onların bizim kimi dostlara, bizim kimi müdafiə edənlərə ehtiyacları var. Yaxşı iş görsəz Allahın dostu olarsınız. Pis iş görsəz düşməni və şeytanın dostu olarsınız. Əl tutmalıyıq, kömək eləməliyik. Bunlar hamısı bəli. Qoca kişilərə kömək eləməliyik. Əlindən tutmalıyıq, yolu keçirməliyik. Əgər bir sumka alıblar, apara bilmirlər, bəli, ağır yüklərini aparmalıyıq. Aferin mənim qardaşıma, atanı incitmir, ananı incitmir, bacı ilə mehribandır. Aferin. Əl tutmaq Əlidən qalır. Yəni əl tutsan, Əli əleyhissalamın da sənə diqqəti olar. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykə ya Əba Abdillah. Selamun aleykum və rəhmətullah. Bütün əzizlərimi salamlayıram. İmam Rıza əleyhissalamın müqəddəs hərəmində hər kəsə duacıyıq. Allah Teala bu əza aylarında etdiyiniz əzadarlıqları ali dərəcədə qəbul etsin. Bildiyiniz kimi verilişimiz İmam Hüseyn əleyhissalamın əziz və dəyərli balaları ilə birlikdə İmam Hüseyn əleyhissalamın mesajları haqqındadır. Kərbəla bir məktəbdir, hamımız üçün mesajları var. Bugün bu əziz balalarla bura yığışmışıq. İmam Hüseyn əleyhissalamın Kərbəlada o körpə balalar üçün və yeniyetmələr üçün mesajları nədir, nə çatdırmaq istəyir, o barədə birlikdə danışaq. Maşallah bugün əzizlər buradadılar. Hüseynlər, Əvvəlfəzlər, Əli Rıza, Məhəmməd Əli. Allah saxlasın, xoş gördük hər birinizi. Allah ziyarətlərinizi qəbul eləsin. İmam Rıza hərəminə getsiniz. Bizi izləyənlər üçün də dua eləyin. Allah əzadarlıqlarınızı da qəbul etsin inşallah. Bugün mövzu ki istəyirəm barəsində danışım. Gözəl dost mövzusudur. Bizim həyatımız gözəl dostla tənzimlənir. Yəni əgər dostumuz yaxşı olarsa, biz də yaxşı olarıq. Dostumuz pis olsa, biz də pis olarıq. Bəzən görmüsüz də o bir meyvə əgər pis olsa, onu yaxşı bir meyvənin yanına qoyanda o meyvəni də pis günə qoyur. Özü çürüyübsə, o çürüməyən meyvəni də çürüdür. Və dost da belədir. Əgər bizim dostumuz yaxşı olsa, biz Allahın yaxşı dostlarından olarıq. Dostumuz pis olsa, yəni Allahın xoşlamadığı bir rəftarda olsa, Allahın istəmədiyi bir dost olarsa, biz də onun kimi olarıq. Atalar misalı necə deyir? Atı atın yanında bağlayanda həm xasiyyət olarlar. Biz də dostumuzun əgər yaxşılığı ilə yaxşı oluruqsa, pisliyi ilə də pis oluruq. Deməli, dost seçəndə nə etməliyik? Gözəl dost seçməliyik. Ki, Allah o dostu xoşlayır. Və Allah, bəli, inşallah deyərik ki, dostumuz necə olmalıdır? Mən sizin nəzərinizi alaram o barədə. Amma biz başlamamışdan qabaq istəyirəm, əzizlərimiz bilir də bizim bu balalar İmam Rıza əleyhissalamın hərəminin surud qrupudur və hərəmdə surud oxuyurlar, kliplərini də görmüsünüz. Heyfdir ki, bu verilişlər təşkil olunsun və bu əziz balaların o canlı səsindən istifadə eləməyək və onları eşitməyək. Bugün bizə nə oxumaq istəyirsiniz? Hansı imam haqqındadır? İmam Əli haqqında. Maşallah, imamların atası, Mövlamız, əmirimiz İmam Əli haqqında inşallah bizə oxuyacaqlar. Allah bu əziz balalarımızı öz pənahında hifz eləsin. Buyurun inşallah. Ey bütün aləmə sərvər Əli, məhrəm-i sirri peyğəmbər Əli. Ey bütün aləmə sərvər Əli,
Məhrəmi sirri Peyğəmbər Əli, Saqiyə Kavsər Həzrəti Heydər, Şahid Şafi Məhşər Əli, Saqiyə Kavsər Həzrəti Heydər, Şahid Şafi Məhşər Əli, Mustafa dedi əhli aləmə, Nureddin Əlidir. Heydər həm imamətə, həm vilayətə, canişin Əlidir. Heydər Rəsulə yavər əmirim, ya Əli mədədi, Bətulə dilbər əmirim, ya Əli mədədi, Bətulə dilbər əmirim, ya Əli mədədi. Əli, 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 Əli. Maşallah, Allah saxlasın, çox gözəl. Allah sizi Əli və övladı Əlinin pənahında saxlasın. Allah bütün balaları qorusun, övladı olmayanlara da övlad payı nəsib eləsin inşallah. Hər birinizə duacıyıq və bu əziz balalar da ki, İmam Rızanın xidmətçisidirlər. Söz verirlər ki, sizlər üçün və bizi izləyənlər üçün hərəmdə dua eləyərlər. İnşallah dua eləyərsiniz və bizi izləyənlər də tez zamanda İmam Rıza əleyhissalamın ziyarətinə gəlsinlər. Bəli, əvvəldə qeyd etdiyimiz kimi dost seçmək çox mühümdür. Dostu seçəndə diqqətli olmalıyıq. İndi sizdən sual soruşum. Biz dostu seçəndə necə dost seçməliyik? Bir-bir deyin inşallah. Dostumuzda hansı xüsusiyyət olsa yaxşı olar? Yalan bilmirsə çox yaxşı. Bəli, yəni dostumuz yalancı olmasın. Bir də görsən ki, dost sənə deyir ki, filan vaxtı gələsən oynayarıq, gedirsən görsən dost yoxdur. Ya da ki, sənə bəzi yalanlar danışır ki, o yalan sənin həyatında təsir qoyur və yalan danışmaq bəyənilir. Əhsən, çox gözəl. Sonra hansı xüsusiyyət olmalıdır? Bizim dostumuz gəlin mümin olsun. Bəli, Allah bəndəsi olsun və bizlə oynayanda yalan sözlər danışmasın, pis sözlər danışmasın. Allah istəyən bir dost olsun ki, bizi Allaha yaxınlaşdırsın. Əlizə, sən dostumuz necə olmalıdır? Söz deməsin. Bəli, pis söz danışmasın, yəni əxlaqlı olsun, gözəl sözlər danışsın. Kim başqa nə deyə bilər? Ya, dost necə olmalıdır? Mehriban olsun. Mehriban, bəli, mehriban olsun və neynəsin? Bizlə dalaşmasın. Dərəcməz. Bəli, Məhəmməd Əli də deyir ki, bizlə dalaşmamalıdır və bizlə mehriban olmalıdır, yola getməlidir. Bəli, yəni o vuranda gərək dalaşmayasın. Deyəsən ki, dalaşmaq yaxşı deyil. Biz dostuq, gərək mehriban olaq bir-birimizlə. Çox gözəl, çox gözəl. Allah sizləri saxlasın. İndi mən bir şey soruşacağam. Orada elə bir ki, xüsusiyyətlər sayıram, sifətlər. Hansı sifət yaxşı olsa, dostunuzda olmağını istəsəz, bir dənə salavat deyərsiniz, hamımız birlikdə. Hansı sifət pis olsa, deyin ki, yox, mən belə dostu istəmirəm. Deməli, birincisi, əsl dost belə olmalıdır ki, başqalarına yalan danışmalıdır. Yox, mən beləncə dost istəmirəm. Dost boşlanma. Maşallah. Deməli, ən gözəl dost o cür olmalıdır ki, digərlərinə kömək eləsin. Allahümmə Salli ələ Muhamməd və ali Muhamməd. Əsl dost digərlərinə hörmətlə davranmalıdır. Allahümmə salli ələ Muhamməd və ali Muhamməd. Əgər bir nəfər digərlərini incidirsə, mənə dost ola bilər? Yox, yox dostlarım. Maşallah. Əgər digərlərinə qarşı kobudluq eləsə, mənə dost ola bilər? Yox, Bəli. Və insanlara hörmətlə yanaşır, onlara kömək eləyir, əl tutur. Allahümmə salli ələ Muhamməd və ali Muhamməd. Deməli, əzizlər, bunu niyə dedim? Sizə və bizi izləyən balalara da sözüm. Bütün bu sifətlər 3-4-ün biz dedikdə çox demədik. Biz baxmalıyıq. Bizim ağlımız bizə deyir də nə yaxşıdır, nə pisdir. Yaxşını pisdən ağlımız bizə öyrədir. Yalan danışmaq pisdir. Düz danışmaq yaxşıdır. İnsanlarla kobud davranmaq, insanlarla mehriban olmaq yaxşıdır. deməli hamımız bilirik. Baxmayaraq ki, uşağıq, yəni yaşımız azdır, bilirik. Yəni
Uşaq olaraq bunu bilirik, böyüklər də bunu daha yaxşı bilir. Biz dost seçəndə nə etməliyik? Yaxşı və pisi onda tapmalıyıq. Yaxşıdırsa deməli o bizim dostumuzdur. Pisdirsə gərək ondan uzaq olaq. O meyvə dastanı kimi olmasın ki, bizi də korlamasın. O onda olan pislikləri bizə ötürməsin. Bəli. Bu çox mühümdür dostluq məsələsində. Mən istəyirəm bir-iki dənə hədis də sizə oxuyum və bizi izləyənlər də bu hədisləri eşitsinlər ki, Əli əleyhissalamdan hədisdir ki, Əli əleyhissalam buyurur ki, insanın dostu onun güzgüsüdür. Yəni dost necə ki insan güzgüyə baxır, özünü görür, dost da belədir. Bax, insanın nə eybi varsa, dost ona bildirməlidir. Əgər mənim eybimi dostum mənə bildirməsə, kim deyəcək? Məni istəməyən deyəcək. Mənim abrımı aparacaq, orada burada danışacaq. Məsələn, deyər ki, Əli Rza pis uşaqdır. Ya məsələn, Məhəmməd Əli pis uşaqdır. Ya Hüseyn pis uşaqdır. Pis söz deyir. Gedib oradan-buradan mənim barəmdə ola bilər, amma mən nəsə bir pis iş görmüşəm. Ola bilər siz nəsə pis iş görəsiniz. Mən demirəm ki, sizin bütün işləriniz yaxşı olmalıdır. Çalışmalıyıq bacardığımız qədər. Amma o pisliyi siz ki bir-birinizlə dostsuz, gərək bir-birinizə deyəsiniz. Məsələn, Əbəlfəz gəlib Əli Rzaya desin Əli Rza, bu işi gördün, o yaxşı deyil. Gizlincə. Yavaş-yavaş, uşaqların içində yox. Gizlincə. Çəksin onu qırağa, desin Əli Rza, o elədiyin iş yaxşı deyil, onu eləmə. Məsələn, bacını incitmə. Ya məsələn, Əli Rza gəlir Məhəmməd Əliyə deyir ki, Məhəmməd Əli, sən keçən dəfə pis söz danışdın, o danışmaq olmaz. Daha deməyəsən, Allah xoşlamır, Allah bəyənmir. Ya Məhəmməd Əli gəlir, məsələn, Hüseynə deyir ki, Hüseyn, sən keçən dəfə məni incitdin, sən mənim böyük qardaşımsan, məni incitmə. Yəni, bir-birinizlə o çatışmamazlığı gərək həll eləyəsiniz ki, bir-birinizlə eyiblərinizi desəz və gələn dəfə da Hüseyn Məhəmməd Əlini incitməsə, Məhəmməd Əli Əli Rzaya pis söz deməsə, məsələn, Əbəlfəzlə Əli Rza mehriban olsa, o çətinlikiniz, yəni o çatışmamazlığınız aradan gedər. Və daha ehtiyac olmaz kimsə qıraqdan gəlib bizə desin ki, sən filan pis sözü danışdın, sən pis hərəkəti elədin, sən qardaşını döydün. Belə sözlər özümüzün aramızda həll olacaq. Ona görə İmam Hüseyn əleyhissalamın yolunu getmək istəyiriksə, İmam Hüseynin yolu budur. Nədir yolu? Gərək bir-birimizə dost olaq və güzgü olaq bir-birimizə, eyblərimizi aradan aparaq. İmam Sadiq əleyhissalam da buyurur ki, əsl dost o şəxsdir ki, mənim eybimi aradan aparar. Mənim çatışmamazlığımı aradan aparacaq. Əsl dost budur. Məhəmməd Əli yorulub, inşallah verilişimiz davam eləyir. Az qalır, indi qutararıq. Və Allah övladlarımızı öz pənahında hifz eləsin ki, inşallah övladlarımızı İmam Hüseyn əleyhissalam istəyən kimi tərbiyə eləyə bilək. Digər bir məsələni də mən istəyirəm diqqətinizə çatdırım. Bu da bir oyun kimidir. Baxın, yenə də bu belə bir təsəvvürlə yaşayaq. Fikirləşin, məktəbə getmisiniz. Məktəbdəsiz, uşaqlar hamı bir-biri ilə oynayır. Görürsən, bir uşaq təkdir. Dost. Gedib ondan əhsən Məhəmməd Əli, ondan dost olmalısan. Qoy tək qalmasın, darıxmasın. Ola bilər indi uşaq zəif də olsun, gücü az olsun. Bəli, Məhəmməd Əli görüb məsələn, bax deyir, getdim gördüm bir nəfər var, ondan heç kim oynamır, mən getdim ondan dost oldum. Məhəmməd, afərin. Bax, belə olmalıyıq. Gördün sən bir nəfər zəifdir, hamı onu döyür, hamı onu vurur, heç kim ondan oynamır, sən get ondan dost ol. Ona ümid ver, onu təşviq elə. Və bizə də İslam dini bunu öyrədir. Dalaşmayasan. Onunla dalaşanları da ayırasan. Ayırasan. Qoymayasan ki, bir zəifi kimsə gəlib bir güclü vursun. İslam dini bizə nə öyrədir? Deyir ki, çalışın, zəifləri müdafiə eləyəsiniz. Baxın, biz bugün deyirik ki, Fələstində olan körpələri biz müdafiə eləməliyik. Niyə? Çünki onlar birincisi müsəlmandılar, ikincisi zəifdilər. Onların haqqı tapdalanıb, onlar məzlumdular. Biz nəyə görə bugün Fələstin uşaqlarını müdafiə eləyirik? Çünki onların bizim kimi dostlara, bizim kimi müdafiə eləyənlərə ehtiyacları var. Və onlar istəyirlər ki, dünyanın hər yerindən baxsınlar, görsünlər. Baxın,
ata-ananıza təşəkkür eləyin ki, geyiminiz, keçiminiz, hər şeyiniz yerində. Amma Fələstin uşaqları yeməyə nəsə tapmırlar Tamam. və geyinməyə nəsə tapmırlar. Çətinlikləri var, sıxıntıları var və bunu fikirləşin və onlar üçün dua eləyin. Məxsən Məhərrəm, Səfər ayıdır. Bu aylarda Fələstin uşaqlarını və Livanda olanları və digər ölkələrdə olan məzlum uşaqları unutmayın və onlara dua edin. Baxın, mən bir neçə sual soruşuram və siz də bunu cavab verin. Baxın, sizə deyirlər ki, sizə bir neçə fürsət verilir. Bu fürsətləri dəyərləndirməlisiniz. Bunu bir növ sizə tövsiyə kimi də deyirəm ki, bunu həyatınızda tətbiq edin. Böyük bir fürsətdir, sizə ömür verilib. Bir ömür yaşayacaqsınız. Birində 70 il, 80 il, indi Allah nə qədər ömür versə də. Və bu ömürdə də sizə fürsət verilir ki, bir sıra işlər görəsiniz. O da sizin öz əlinizdədir. Belədir Məhəmməd Əli? Eləyə bilərsiniz, yaxşı iş görəsiniz, eləyə bilərsiniz, pis iş görəsiniz. Yaxşı iş görsəz, Allahın dostu olarsınız. Pis iş görsəz, Allahın düşməni. düşməni və şeytanın dostu olarsınız. Bunu bizi izləyən balalar da diqqət eləsinlər. Deməli, fürsətlər nədir? Bulut kimi ötüb keçir. Bu görmüsüz də, bəzən bulut var havada, o biraz keçir görsən yoxdur. Keçib gedir. Bizim ömrümüz də belədir. Biz 10-15 dəqiqədə danışırıq da bir-birimizlə. O 10-15 dəqiqə keçdi, getdi. İndi Əbəlfəz desə ki, mən istəyirəm 10-15 dəqiqə dala qayıtsın. Deyirlər, yox, mümkün deyil də, keçdi, getdi də. Əbəlfəz deyər ki, Əlirza deyər, yox, mən bir ömrümün hamısını verirəm, o 15 dəqiqə qayıtsın. Deyirlər, yox, o 15 dəqiqə keçdi, getdi. Deməli, sən keçən o ömürdə nə eləyirsənsə, nə yaxşılıq və pislik eləyirsənsə, o sən üçün yazılır. Keçib gedir. Ona görə əziz balalar, nə etməliyik Hüseyn? Yaxşı işlər görməliyik. Quran oxumalıyıq, yaxşı işlər insanlarla mehriban olmalıyıq, namaz qılmalıyıq, ibadət eləməliyik. Yaxşı söz danışmalıyıq, insanlara ataya qulaq asmalıyıq, insanlara kömək eləyək. Maşallah, maşallah görürsünüz bizim balacalar maşallah fəaldır. Başqa nə etməliyik Əlirza? İnsanlara əl tutmalıyıq, kömək eləməliyik. Bunlar hamısı bəli. Qoca kişilərə kömək eləməliyik. Əlindən tutmalıyıq, yolu keçirməliyik. Əgər bir sumka alıblar, apara bilmirlər. Bəli, ağır yüklərini aparmalıyıq. Yalandan uzaq olmalıyıq. Paxıl olmamalıyıq. Paxıl Allahın düşmənidir. Allah buyurur ki, mən bütün nemətləri sənə vermişəm. Sən niyə paxıllıq eləyib onu başqalarına vermirsən? Elə bilirsən, sənə verdiyim nemətlər qurtarar? Yox, qurtar. Kobud olmamalıyıq. İnsanlara məsxərə eləməməliyik, lağa qoymamalıyıq. Biri əgər bir səhv eləyirsə, onu məsxərə eləyib lağa qoymaq bəyənilmir, yaxşı deyil. Kobud yaxşı deyil. Məsələn, bir-birinə kobud davranmaq, yalan danışmaq, qeybət eləmək, böhtan atmaq, bunlar bəyənilməyən sifətlərdir ki, biz bu ömrümüzdə çalışmalıyıq, bunlara diqqət eləməliyik ki, Allah eləməsin, pis cəhətə getməyə, pis işlər görməyə. Əziz balalarımız elə bilirəm, yoruldular. Hə? İnşallah son sözlərimizdir, verilişimizi qutarırıq. Deməli, nə idi? Dost dostu incitməməlidir. Dost dosta kömək eləməlidir. Bəli, incitsə, o artıq dost olmur. Kömək eləməlidir, əlin tutmalıdır. Məhəmməd Əli kimi öz dostuna kömək eləməlidir. Onun uğurlarına sevinməlidir. Əgər məsələn Əlirza 5 dənə surə əzbərləyibsə, Məhəmməd Əli sevinməli. Nə yaxşı Əlirza 5 dənə surə əzbərləyib. Hüseyn məsələn yaxşı qiymətlər alıbsa, Əbəs deməlidir ki, Əbəlfəz deməlidir ki, nə yaxşı Hüseyn yaxşı qiymətlər aldı. Əbəs məsələn yaxşı sözlər danışırsa, Əlirza deməlidir ki, nə yaxşı məsələn Əbəlfəzin yaxşı əxlaqı var, mehribandır. Hüseyn məsələn yaxşı iş görürsə, Əbəlfəz deyir ki, afərin mənim qardaşıma, atanı incitmir, ananı incitmir, bacı ilə mehribandır. Bütün bunlar gözəl bir dostun əlamətləridir. Əgər belə iksə, bir-birimizə dost ola bilərik və dostlarımız üçün dua eləyək. Məsələn, görürük ki,
Məsələn, Əli Rza soyuqlanıb, xəstədir. Məhəmməd Əli dua eləsin. Allahım, Əli Rzaya şifa ver. Ona kömək ol. Ya məsələn, Əbəlfəzin imtahanı var, sabah imtahana gedəcək. Hüseyn onun üçün dua eləməlidir ki, ilahi, Əbəlfəzin zehninə, zehin açıqlığı ver, rahat imtahan versin. Dua eləmək lazımdır bir-birinə. Kərbala da bunu bizə öyrədir. Dost dosta vəfalı olmalıdır. Necə ki, Kərbalada biz görürük ki, Əbəlfəz Əbbas, ki, Əbəlfəz ağa biz deyirik, nə qədər İmam Hüseynə yaxşı dost, vəfalı qardaş idi. Çətin günündə yanında idi. Dostun da əlamətlərindən biri budur. Və Allah Taala'dan istəyirik ki, Allah bizi həqiqi dostlardan qərar versin. Yekun olaraq bunu deyim, sözümü bitirim. Yaxşı dost odur ki, bir-birinə kömək edər. Və bugün siz də mənə söz verin ki, dostlarınıza kömək edəsiniz. Bizi izləyənlərimiz də dostlarınıza kömək eləyin, ata-ananıza kömək eləyin, əl tutun. Və bizim bir atalar sözü də var ki, hədisdə də var. Bəli. Qızıdır da, Kömək elədin ona. Aferin. Əl tutmaq əlidən qalıb. Yəni əl tutsan, Əli əleyhissalamın da sənə diqqəti olar. Yaxşı dost başqalarını incitməz. Çalışın, bir-birinizi incitməyin. Yaxşı dost çətin gündə dostunun yanında olar. Yəni bir nəfər gəlir, sənin dostluğu döyürsə, sən gərək gəlib ayırasan ən azından, qoymayasan o çətinliyə düşsün. Bəzi işləri eləyə bilmirsən. Bəli, sən ona görə kömək eləyəsən. Deməli biz İmam Hüseyn əleyhissalamın yolunu gedirik də, Hüseynçi balalarıq. Hüseynçi balaların xüsusiyyətləri bunlar idi. Həyatında, davranışında bu dediyimiz kimi davranmalıdır. İnşallah ümid edirik ki, siz də İmam Hüseyn əleyhissalamın buyurduğu bu tövsiyələrə, Əhl-i Beytin buyurduğu bu tövsiyələrə əməl edərsiniz. Allah sizləri öz pənahında hifz eləsin. Allah bizi izləyən əziz balalarımızı da öz pənahında qorusun inşallah. Allaha and verir izzət və cəlalına. Allah bizləri İslam dinində sabit qədəm eləsin. Vaxtınızı aldım. Sağ olun. Allah sizləri hifz eləsin və bizi izləyən əzizlərimə də təşəkkür edirəm. Allah Taala bizləri və övladlarımızı İslam dinində sabit qədəm eləsin. Sağ olun. Allah amanında. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.